Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu tədbirlərdən biri Hacıqabul rayonunun böyük qəsəbələrindən sayılan Muğan qəsəbəsində reallaşıb. Bu münasibətlə qəsəbədə içməli su layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikailov, sədrin birinci müavini Xəyam Məmmədov, Hacıqabul rayon icra hakimiyyətinin başçısı Sevindi Kətəmov, millət vəkili Rafael Hüseynov, agentliyin yanında suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov, agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin idarə heyətinin sədri Zakir Quliyev, agentliyin nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər. Çıxışlar zamanı bildirilib ki, bu cür təşəbbüslər ölkəmizin regionlarında dayanıqlı inkişafının əsasını təşkil edir. Qeyd olunub ki, hazırda bir çox bölgələrdə əhalinin içməli və suvarma su ilə təminat istiqamətində layihələr icra olunur və bu layihələr növbəti illərdə də davam etdiriləcək. Məlumat üçün bildirim ki, Muğan qəsəbəsində içməli su 891 abonentdən ibarət bütün əhali sayğaçlaşdırılmış və fasiləsiz içməli su ilə təmin olunmuşdur. Və məlumat üçün də deyim ki, bu layihələrin davamı olaraq Hacıqabul rayon ərazisində 2026-cı ildə Udulu yaşayış masivində və Qarasu qəsəbəsində də bu işlər davamlı şəkildə icra olunacaqdır. Bildirilib ki, Hacıqabul rayonunda 2026-cı ildə tikintisi planlaşdırılan Qubalı, Tağılı, 1-ci Udulu, 2-ci Udulu, 1-ci Paşalı, 2-ci Paşalı və Şorbaçı kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə işlər görüləcək. Bu ərazilərin ümumi əhali sayı 7184 nəfərdir. Həmçinin əhalisi 3192 nəfər və 820 təsərrüfatdan ibarət olan Qarasu kəndlərində də yeni içməli su şəbəkəsinin çəkilişi planlaşdırılır. Muğan qəsəbə sakinləri onlar üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. 75-ci illərdə ki, başlandı bizə su çəkilməyə. Deməli, o ərəfələrdə bizə yenə də ev sayı az idi. Nəhayət indi başlı minə yaxınlıq var. Biz su üzrə həsəd qalmışdıq. Su demək olar ki, yox vəziyyətdə idi. İndi isə hal-hazırda bizə gözəl su çəkilib, sayğaclar qoyulub. İlk dəfə ümumiyyətlə cəmaata burada verilən su 1974-cü il mart ayının 8-də həyata keçirilir və o zaman verilən suyun da miqdarı əlbəttə əhalinin kütlənin sayı ilə asılı idi. Təsərrüfatların sayı çox az idi, cəmi 300 təsərrüfat vardı. Bu günləri təsərrüfat artıq 900-ə yaxındır. Əhalisinin sayı 8000-dən yuxarı belə bir əhali. Ona görə də bu əhalinin içməli suya olan tələbatına böyük ehtiyac vardı. Qeyd edək ki, Hacıqabul su meliorasiya sistemlərinin istismar idarəsi rayon ərazisində ümumilikdə 11256 abonentə içməli su xidməti göstərir. Rayon ərazisində daxili su şəbəkəsinin uzunluğu 225 kilometrdir. Rayon ərazisində 2500 kubmetr su tutumuna malik bir ədəd su anbarı mövcuddur. Rayonun 30 kəndindən 21-nə içməli su xidməti göstərilir. Şəhərin özündə isə 5905 abonent mövcuddur. İçməli su təchizatı Kür Su Təchizat İdarəsi tərəfindən həyata keçirilir.